Bu şərti ödəyən ABC ardıcıl tək ədədləri üçün A çıxılsın 2B üstə gəlinsin 5C, burada C-dir, səhv düşüb. 5C bərabər 84 olarsa ABC cəmini tap deyir. Deməli, ABC ardıcıl tək ədədlərdirsə, bilmədiyim üçün mən x-la işarə edəcəm. A tutaq ki 1x-ə bərabərdir. O zaman B nəyə bərabər olur? X plus 2-yə bərabər olur. C nəyə bərabər olur? X plus 4-ə bərabər olur. İndi harada ABC görürəm, yerinə bunları yazıram. Bu ifadədə yerinə qoysam olur. X çıxılsın 2 vurulsun x plus 2. Üstünə gəlinsin 5 vurulsun x plus 4. Nəyə bərabərdir? 84-ə bərabərdir. Vurub açıram. X çıxılsın 2x çıxılsın 4. Üstə gəlinsin 5x üstə gəlinsin 20 bərabər nəyə? 84-ə. X-ləri bir toplasam alıram ki 4x üstünə gəlinsin 16 bərabər nəyə? 84-ə. 4x buradan nəyə bərabərdir? 68-ə bərabərdir. X-in nəyə bərabərdir bəs buradan? 17-yə bərabərdir. X-im 17-dirsə, deməli, bu A-mız 17-dir, B-miz 19-dur, C-miz nəyə bərabərdir? 21-ə bərabərdir. Məndən nə istəyirdi? A plus B plus C-ni istəyirdi, düzdür? Olacaq A üstə gəlinsin, B üstə gəlinsin, C, yəni 17 üstə gəlinsin 19 üstə gəlinsin 21 bərabərdir 57-yə. Yəni cavabım B variantı.